Kamil bəy, nazir təyin olduğunuz vaxtdan 2 ildən biraz da artıq vaxt keçib. Ne demək olar? İslahatlara başlamışsınız o vaxt. Demək olarmı ki, artıq hansısa mərhələ arxadadır və haranı belə deyək, bitmiş, haranı hələ bitməmiş hesab eləmək olar. İslahatların müəyyən mərhələlərindən danışanda. Mən düşünürəm ki, islahatların başa çatdırılmasından bugün danışmaq çox tezdir. Azərbaycan Respublikasında müəllimlərin, ümumi təhsil məktəbləri də müəllimlərin işə qəbul olunması prosesinə işarə edə bilərik. Tam şəffaf şəkildə keçirilən bir prosesdir. Keçən həftə bu proses deyək ki, bu il üçün başa çatıbdır. 20 mindən çox ərizəçi, 3 mindən çox Azərbaycan Respublikasının məktəblərində vakansiyalara iddiaçıdır və imtahanın nəticəsində 2200-ə yaxın yer doldurulubdur artıq. 2200 müəllim tam şəffaf və peşəkar imtahan nəticəsində iş yeri əldə edibdir. Hansı sahədə daha çox problemlərlə üzləşdiniz? Biz ali təhsildə keyfiyyət və kəmiyyət göstəricilərini tarazlaşmasına nümunə gətirmək istərdim mən. Son deyək ki, 20 il ərzində Azərbaycanda ali təhsilə qəbul olunan tələbələrin sayı 2 dəfədən çox artıbdır. Bu, o şəraitdə baş verib ki, yenə də 20 illə öncə müqayisədə bizim məzunlarımızın sayı azalıbdır. Bu da demoqrafik səbəblərindən ilk növbədə izah olunurdur. Və buna baxmayaraq biz ali təhsil müəssisələrimizə daha çox tələbə qəbul edirdik. Çox sadə dillə desək, əgər 90-cı ilin əvvəllərində biz hər 100 məktəb bitirən məzundan və şagirddən 15-16 şagird qəbul edirdiksə, 15-16%, keçən il 2014-cü ildə bu göstərici 37%-a yaxın bir rəqəmdir. Yəni biz 100 şagirddən 37 şagirdi ali təhsil müəssisəsinə qəbul etməyə başlamışıq. Və bugünkü gündə ali təhsil sistemində Azərbaycan Respublikasının universitetlərində 160 min tələbə tədris alır. Pul veririk ki, bizə təhsil verməsinlər və mən istəyirəm ki, bizim beynimizdə nəhayət belə bir dəyişiklik baş versin ki, biz pul verək ki, bizə təhsil versinlər. Biz buna görə bir sıra islahatlar həyata keçirmişik artıq. Onları mən xatırlatmaq istəyirəm. 1. Gənc istedadların müəllimlik peşəsinə gəlmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunubdur və biz keçən ildən başlayaraq hər ay hər bir 500 baldan çox toplamış və müəllimliyi ilk peşə kimi seçmiş 300 tələbəyə ayda 100 manat əlavə təqaüd ödəyirik. 2. Müəllimlərin əmək haqqısının qaldırılması prosesi və orta perspektivdə bunun respublikada orta əmək haqqı səviyyəsinə çatdırılması məqsədi və təhsil inkişafı üzrə strategiyasında öz əksini tapmış rəqəmlər və orada da göstərilir ki, biz müəllimlik peşəsini orta əmək haqqısından 2 dəfə daha yüksək səviyyədə qaldırmaq niyyətindəyik. Peşə seçiminə böyük təsir edəcək. Oturmuşuq, təhsilin gələcəyindən danışırıq, gördüyümüz işlərdən danışırıq, aparılan islahatlardan danışırıq və təbii ki, tamaşaçıları məndən belə bir sualı mütləq gözləyirlər ki, bütün bu aparılan işlərin nəticəsində yəqin ki, artıq elan eləmək olar. Təhsildə rüşvət yoxdur. Son 2 il ərzində Nazirliyin müvafiq strukturu tərəfindən görülən işlər nəticəsində onlarla məmur, məktəb direktoru, təhsil rəsmiləri vəzifəsindən azad edilib, bir çox işlər üzrə müvafiq cinayət işləri açılıb, başa çatdırılıb, bəziləri barədə hökmlər var. Buna dair aidiyyətli qurumlar hər zaman ictimaiyyəti məlumatlandırır və bu proses davam etdiriləcəkdir. Yəni bu prosesdə hər hansı bir kampaniya xarakterindən ki, biz 1-ci il, 2-ci il, 3-cü il, xeyr. Bu proses daimi olan bir prosesdir və ildən ilə bizim səylərimiz bu istiqamətdə gücləndirilməlidir. Sovet zamanının axırlarına qədər bizdə peşə texniki məktəbləri var idi. Sonra desən bu kollec oldu. Hətta bu peşə texniki məktəblərinin üzərində yataqxanaları var idi. Mənim yadımda da hətta onların elanları gedirdi Bakı qəzetində, Azərbaycan televiziyasında və sonradan bu peşə məktəbləri yavaş-yavaş bir sinif olaraq aradan çıxdılar. Təhsil naziri olaraq yəqin ki, siz bu peşə məktəblərinin dirçəldilməsinə hansı bir formada maraqlı olmalısınız.
Bu istiqamətdə hansı işlər görülürmü? Bizim təhsil sistemimizdə peşə təhsil sisteminin digər təhsil səviyyələri ilə, məsəl üçün orta ixtisas kolleclərlə və yaxud ali təhsillə bağlantısı olmayıbdır və müəyyən mənada bu yolu seçmiş insan gələcəkdə öz təhsilini davam etdirmək imkanı kifayət qədər məhdud olubdur və biz bunun üzərində işi başa çatdırırıq ki, bu təhsil pillələrinin inteqrasiyasını təmin etmək. İkinci məsələ, çox mühüm məsələ, təbii olaraq Sovet İttifaqının son illərində və müstəqilliyin ilk illərində bu sahəyə böyük maddi-texniki bazanın itirilməsi baş veribdir, obyektiv və subyektiv səbəblərə görə. Peşə standartı bugünkü günə və bəlkə də sabah üçün yazılmalıdır ki, o əmək bazarı və o bilik verilməlidir ki, o diplomla çıxan, o peşə məktəbini bitirən mütəxəssis də asanlıqla iş tapa bilsin ki, onun bacarığı tələb olunan olsun. Çünki işə adam o insanı götürmək istəyir ki, kim ki bu işi bilir. Yenə də burada həqiqi təhsillə təhsil barədə sənəd arasında müşahidə etdiyimiz fərq fenomenini görürük. Mikail müəllim, deməli, mən sizi kifayət qədər müddətli tanıyıram. İqtisadi İnkişaf Nazirliyində işlədiyiniz dövrdən də, İçəri şəhərdə meriyanın rəhbərliyində olduğunuz dövrdə də və bilirəm ki, sizin fəaliyyət zonanızda baş verən hadisələr çox çevik bir şəkildə bizə gəlib toxunurdu. Yəni, biz nəticələri dərhal hiss edirdik. Təhsil Nazirliyində fəaliyyətinizin nəticələrini dərhal hiss eləməyimizdən danışa bilmirəm. Çünki dərhal hiss eləmirəm. Ona görə soruşmaq istəyirəm, məqsədiniz nədir və bu məqsədə siz niyə belə təkamül yolu ilə gedirsiniz? Bəlkə hansısa inqilaba adımlar atmaq lazım idi? Mənim ali məqsədim ondan ibarətdir ki, bizim təhsil sistemimiz Azərbaycanın elə məzunlarını və vətəndaşlarını formalaşdırsın ki, onlar dayanıqlı şəkildə bizim ölkəmizin sosial-iqtisadi inkişafını və firavanlığını təmin edə bilən insan kapitalı olsun. Qlobal iqtisadiyyatda rəqabət apara bilən dövlətin və o rəqabətdə uğur qazana bilən dövlətin vətəndaşları və yüksək keyfiyyətli peşəkarlar olsun. Və tamamilə aydındır ki, bu bir sıra o yanaşmaları və o bilik bacarıqları tələb edir ki, hansını ki biz istədiyimiz qədər və yaxud istədiyimiz keyfiyyətdə təhsil sistemimizdə ya verməmişik, ya verə bilməmişik. Və bunları mən sıralayası olsam və sadalayası olsam, bunlar xarici dildir. Azərbaycan böyük dövlətlər arasında, böyük regional dövlətlər arasında yerləşən bir dövlətdir. Bizim sosial-iqtisadi münasibətlərimiz, bizim iqtisadi strukturumuz, bizim inkişafımız müəyyən mənada dünyada elmi nailiyyətlərdən vaxtında məlumatlı olduğumuz bunu öz iqtisadiyyatımıza, öz faydamız üçün tətbiq etmək bilməyimiz böyük həcmdə, böyük şəkildə bizim vətəndaşlarımızın, bizim məzunumuzun xarici dilin, xarici dillərin bilməsi ilə birbaşa olaraq bağlıdır. Bu bir alətdir. Orta təhsilin 12 illiyə keçidi ilə bağlı bir sual da ünvanlayım. Ona görə ki, bu da cəmiyyətdə kifayət qədər müzakirə olunan mövzudur. Elə mən bura gələndə, məsələn, bizim işçilərimizdən birinin çox ürəklə, həvəslə və eyni zamanda həyəcanla verdiyi sualdır ki, nə verəcək 12 illik təhsil bizə? Dala salacaq bizi, yoxsa qabağa salacaq bizi? Nə ilə bağlıdır? Dünyada 26 ölkə var ki, qalıb ki, harada ki, ümumi təhsil müddəti 11 il və yaxud 11 ildən azdır. Dünyanın bütün digər ölkələrində 12 il və 12 ildən çoxdur təhsil. Bu sadəcə olaraq bir fakt. Səbəb və nəyə görə bu artım başlayıb baş verməyə son 10-15-20 illərdə. Çünki mən məktəbdə deyək ki, bizdə 10 illik ümumi təhsil olubdur, sizdə də olubdur. Biz oxuduğumuz dövrdə 10-u elədilər, 11 və s. Bunun müxtəlif səbəbləri var. Əsas səbəbi ondan ibarətdir ki, biz artıq danışdığımız dünyanın ildən ilə getdikcə daha rəqabətli olduğunu və s. Tam rahatlıqla deyə bilərik ki, bugünkü məktəb məzunu, orta məktəb məzunu dünyada, Azərbaycanda yox, biraz kənara çıxaq. 20 il bundan öncəki orta məktəb məzunundan daha çox bilir, daha yaxşı öz biliklərini tətbiq edə bilir,
daha çox xarici dilli bilir, daha çox informatika, kompüter biliklərinə və s. malikdir və daha çox funksional fəaliyyət üçün hazır olan bir məzundur. Uğurlu təhsil, uğurlu övlad və dolayısıyla uğurlu dövlət. Sonda uğur dövlətindir və dövlət öz hesabına xaricdə müəyyən tələbələr oxudur. Onların bir çoxu qayıtmır. Onların qayıtmaması, yəni əvvəlcədən dövlət onları göndərəndə bu riski nəzərə alırmı? Tələbələrin bəziləri qayıtmır. Biz bunu, yəni qayıtmır nə deməkdir də? Qayıtmır o demək deyil ki, onlar siyasi sığınacaq istəyir və orada qalır. Bizdə belə hal yoxdur proqramda. Yəni onlar uğurlu iş təklifi alır. Və Azərbaycan vətəndaşının, Azərbaycan tələbəsinin şərti olaraq Almaniyada, İngiltərədə, Türkiyədə, Amerika Birləşmiş Ştatlarında rəqabətli, orada da yüksək təhsil sisteminə malik olan ölkələrə biz göndəririk. Yəni biz zəif ölkələrə göndərmirik. Yəni o əmək bazarında bu tələbəmizin, bu vətəndaşımızın uğur əldə etməsi və deyək ki, iş yeri qazanması bu özü-özlüyündə bəlkə də o qədər pis hal deyil. Lakin biz bundan nəyə görə və siz bu sualı haqlı olaraq nəyə görə verirsiniz? Çünki bizim əsas məqsədimiz ondan ibarətdir ki, biz o kadrları yetişdirərək onlar gəlib ölkənin inkişafına töhfə versin, ya dövlət vəzifəsində, ya özəl sektorda bizim iqtisadiyyata qatılsın, qovursun və bizim inkişafımızı sürətləndirsin və təmin etsin. Ona görə bizim burada addımlarımız atırıq ki, və hesab edirəm ki, uğurlu addımlarımızı atırıq. Biz bu məzunların iş yeri ilə təminatı mövzusunu prioritetlərdən biri kimi seçmişik. Bu ildən başlayaraq biz dövlət proqramı çərçivəsində əmək təcrübələri tətbiq edirik Azərbaycanda, özəl və dövlət şirkətlərdə. Artıq onlar öncədən öz işə götürənləri tanıyır. Seçimdə biz buna üstünlük veririk. Bugünkü vəziyyət ondan ibarətdir ki, bizim kritik kütlə say olaraq onlar qayıdır. Onların təxminən 40% dövlət qurumlarında işləyir. Yəni qalanlara hansısa bir formada nəzarət varmı ki, tutaq ki, adam gəlməyib, Londonda qalıb və dövlət ondan istifadə edə bilirmi? Ünsiyyət var, onlarla əlaqə var. Onlar itirilmiş kadrlar deyil. Onlar bəziləri bugün, bəziləri də gələcəkdə mən inanıram ki, Azərbaycana yenə də töhfəsini verən kadrlar olacaqlar. İş yerlərini yaratmaqla, öz uğurlarını əldə etməklə. Yəni burada mənə belə gəlir ki, biz biraz geniş yenə də baxmalıyıq. İstənilən Azərbaycanlının, Azərbaycan vətəndaşının beynəlxalq şirkətin idarə heyətində olması, beynəlxalq təşkilatın katibliyində çalışması, vəzifə qazanması mənə belə gəlir ki, bizim ümumilli maraqlara prinsip etibarilə xidmət edə bilən bir məsələdir. SSR-nin dağılmasından sonra bütöv bir period oldu ki, orta məktəbdə oxuyan uşaqlar, orta məktəbin sonuncu sinifində oxuyan uşaqlar, ali məktəbdə oxuyan uşaqlar, gənclər, yeniyetmələr hamısı meydanlarda idi və bütöv bir nəsli biz itirdik demək olar ki. O adamlar ali məktəbə necə girdilər, ali məktəbi necə bitirdilər, necə mütəxəssis oldular, biz sadəcə olaraq onların fəaliyyətini sonra bizim başımıza gələn fəsadları da gördük. Bugün Təhsil Naziri Mikayıl Cabbarov əlini ürəyin üstünə qoyub deyə bilərmi ki, nəhayət Azərbaycan təhsilindəki bu tənəzzül periodu bitdi və Azərbaycan təhsili artıq stabil inkişaf yoluna qədəm qoyur. Biz öyrətmək fəlsəfəsindən və mədəniyyətindən gələn bir cəmiyyətik. Bunun bir çox səbəbləri var. Yəqin ki, əsas səbəbi Sovet İttifaqında olan siyasi quruluşdur. Bizə öyrətməli idilər. Bizə o biliyi verməli idilər. Dövlət onu verməli idi ki, biz onu götürək. Lakin bugün biz öyrənmək dünyasında yaşayırıq, öyrənmə cəmiyyətində yaşayırıq. O bilik oradadır. Dövlət onu sənin üçün əlçatan edir. Amma sən onu götürməlisən. Qəyyumçuluq psixologiyasından, belə demək olarsa, inkişaf, sahibkarlıq, iddiaçılıq, sözün yaxşı mənasında inkişaf yönümlüyə getməlisən və onu götürməlisən. Təşəkkür edirəm Mikayıl müəllim. Çox sağ olun. Çox sağ olun, geniş və kifayət qədər zəngin material verdiniz. Yəni həm cəmiyyətə, həm jurnalistlərimizə. Elə bilirəm ki, bu müsahibəni araşdıracaqlar və bəzi postulatlarını uzun müddət müzakirə edəcəklər. Salamat olun, sağ olun. Çox sağ olun, təşəkkür edirəm.